Son aylarda ölkədə daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur. Xüsusilə paytaxtda həm yeni tikililərdə, həm də köhnə mənzillərdə qiymətlər ciddi şəkildə bahalaşıb. Paytaxtın mərkəzində bir otaqlı evlərə tələbat artsa da, bu tələbat fonunda qiymətlər daha da yüksəkdir. Kira evlər Bakıda bu dəqiqə ən azı normal yerdə adicə 500-600 manatdır. 500-600 manat tələb adam hardan versin? Bu ilin iyun ayında ölkədə əmlak bazarında canlanma müşahidə olunur. Yay mövsümünün başlaması ilə alıcı fəallığı artıb, əsas tələbat yeni tikililərə yönəlib. Xüsusən də təmiri və ipotekaya yararlı mənzillərə maraq yüksəkdir. Amma qiymətlər həm satışda, həm də kirayədə cib yandırır. Kirayə evlərin qiyməti çox qalxıbdır. Yəni tələbələr üçün çətindir. Keçən illə müqayisədə bu il qiymət artımı daha da nəzərə çarpacaq dərəcədədir. Paytaxtın mərkəzi rayonlarında 1 kvadrat metr üçün qiymətlər 2500-5000 manat arasında dəyişir. Kənar ərazilərdə isə bu göstərici 1100-2000 manat civarındadır. Kirayə bazarında da aktivlik yüksəkdir. Ən çox tələbat 1 və 2 otaqlı mənzillərədir. Bir otaq, 2 otaq mənzil alıb və yatırım üçün icarəyə, kirayə verirlər. Köhnə tikililərdə, məsələn, bir otaqlı mənzilin kirayəsindən danışaq, 400 manatdan 600 manata qədərdir. Amma yeni tikilidə biz nə görürük? Görürük ki, 600 manatdan 1500-1400 manata qədər dəyişir. Keçənlə nisbətən 2025-ci ildə 20% artım müşahidə olunur. Əsasən də şəhərin mərkəzi ərazilərində müşahidə olunur. Hal-hazırda bir otaqlı şəhərin mərkəzində təmirli mənzilin qiyməti 220 min manat təşkil edir ortalama. Əmlakçı Ülvi Əliyev deyir ki, əmlak bazarındakı artım təkcə mənzillərlə məhdudlaşmır. Son dövrlərdə bağ evlərinə olan maraq da yüksəlib. Xüsusən yay mövsümündə bu tip evlərin kirayə qiymətləri daha da bahalaşıb. Bağ evlərində 6 sotun daxilində deyək ki 200 kvadrat metr təşkil edən bağ evinin kirayəsi hal-hazırda, yəni Mərdəkanda, Şubalanda, Bilgədə və digər yerlərdə, yəni minimum aylıq kirayə haqqı 1500 manatdan başlayır. Əmlakçılar sentyabr ayına doğru daha bir qiymət artımının olacağını istisna etmirlər. Buna səbəb kimi tələbə axınının artması, tədris mövsümünün başlanması və artan tələbat göstərilir. Günəş Rizayeva, Əfqan Bayramov, Fidan Səfər, Space xəbər.